Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, Azərtacın İdarə Heyəti sədrinin müavini Dağbəy İsmailov Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolunun ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli Məclisin deputatı İki Sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, düşünürəm ki, Azərbaycan mətbuatı Azərbaycan dövlətinin inkişafında, dövlətçiliyin daha da möhkəmlənməsində öz üzərinə düşən şərəfli missiyanı uğurla yerinə yetirməkdədir. Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova çıxışında müasir media mühitində etik jurnalistika prinsiplərinin, peşəkar həmrəyliyin və media subyektləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, etibarlı informasiya mühitinin formalaşdırılması və cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində media nümayəndələrinin üzərinə mühüm vəzifələr düşür. Azərbaycan televiziyası və radio verilişləri qapalı səhmdar cəmiyyətinin sədr müavini Rafiq Həşimov çıxışında Azərbaycan milli mətbuatının ayrılmaz tərkib hissəsi olan televiziya və radionun cəmiyyətin maarifləndirilməsində, milli mənəvi dəyərlərin təbliğində və mədəni irsin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığını qeyd edib. O bildirib ki, sürətlə dəyişən informasiya mühitində medianın üzərinə düşən məsuliyyət daha da artır. Peşəkarlıq, operativlik və ictimai etimad isə bu sahənin əsas prinsipləri olaraq qalır. Daha sonra Azərbaycan milli mətbuatının keçdiyi inkişaf yolunu əks etdirən video çarx nümayiş olunub. Çox tarixi bir dönəm yaşayırıq çünki biz dünyada medianın transformasiyasını görürük bir tərəfdən, digər tərəfdən də Azərbaycanda bu proseslər paralel olaraq gedir. 151 ildə Azərbaycan jurnalistikası mübarizələrlə dolu olan parlaq səhifələrə imza atdı. Ənənəmizə, sadiqliyimizi göstərməklə, o dəyərləri yaşatmaqla yanaşı, eyni zamanda o çağırışlara cavab verəcək bir jurnalistikamızın olduğunu göstərməliyik və bu istiqamətdə də peşəkar fəaliyyətimizi qururuq və bundan sonra da quracağıq. Tədbir bədii hissə ilə davam edib. YouTube kanalımıza abunə olun.